Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib. Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bəyanat yayıb. AE'nin 20-ci sanksiyalar paketi enerji, maliyyə, xidmətləri və ticarət sahələrini əhatə edir. Enerji sahəsində Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqinin kölgə donanmasına daha 43 gəminin əlavə edilməsi və maliyyələşdirilmiş təbii qaz tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılmasını nəzərdə tutulur. Maliyyə sahəsində 20 regional bankın sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayılma kanallarının qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır. Eləcə də Rusiya 360 milyon avrodan çox dəyərdə ixrac qadağaları, 570 milyon avrodan artıq həcmdə isə metallara, kimyəvi maddələrə və kritik minerallara idxal məhdudiyyətləri tətbiq olunur. Paket sanksiyalardan yayınmağa qarşı ilk dəfə tədbirlər alətini aktivləşdirməsi də əksini tapıb. Komissiyasının məlumatında sanksiyaların təsirini artıq hiss olunduğu, Rusiyanın neft-qaz gəlirlərinin 2025-ci ildə 24% azalaraq son 5 ilin ən aşağı səviyyəsinə düşdüyü, faiz dərəcələrinin 16% səviyyəsində qaldığı, inflyasiyanın isə yüksək olduğu bildirilib. Leyen dövlətlərə yeni sanksiyaları sürətlə təsdiqləməyə çağıraraq, bu addımın müharibənin 4-cü ilində güclü siqnal ola biləcəyini vurğulayıb.